Salam değerli izleyiciler. İndi isə sizə bugün keçirilmiş sınaq imtahanının ikinci qrupa ait situasiya sualının izahını verəcəm. Başlayaq ilk sualdan. Situasiyanın şərti belədir. Düzbucaqlı paraleliped şəklində olan su anbarının oturacağının eni 240, eni 240 verib, uzunluğu 320 verib, dərinliyi h bizə verib 20. Su anbarına hər saatda 5000 kub su daxil olur deyir. Yəni 28-də deyir ki, tam dolu su ambardakı suyun həcmini hesablayın və alınmış ədədi standart şəkildə yazın. Deməli, düzbucaqlı paralelipedin həcmi V bərabərdir. A vur B vur C. A 320, B 240, C də H-a bərabərdir, o da 20. Bu da bərabərdir. İndi bunu hesablasaq gör nə alınır. Deməli, kalkulyatorla hesablayaq. 320 vurulsun 240, 240. O da vurulsun 20. Edir 1 milyon 536 min kub metr. İndi bunu standart şəkildə yazmalıyıq. Bu da bərabərdir. 1 tam mində 536 vurulsun 10 üstü 6. Deməli, həcm bu qədər olacaq. 1 tam mində 536 vur 10 üstü 6. Bunu yazdık. İkincisine baxaq. İkincisi nə deyir? Su anbarının mühafizəçiləri Əli və Hüseyn A nöqtəsindən eyni vaxtda hərəkətə başlayaraq C nöqtəsinə eyni vaxtda çatırlar. Baxın, A nöqtəsindən eyni vaxtda başlayırlar və C nöqtəsinə də eyni vaxtda çatırlar deyir. Əli qayıqla AC diaqonalı üzrə 5 km/saat sürətlə hərəkət etmişdirsə, velosipedlə ABC sınıq xətti üzrə hərəkət edən Hüseynin sürətini tapın. İndi burada nə fikirmək lazımdır? Pifaqorla AC-ni tapa bilərik. Mən Pifaqorla yox, Pifaqor ədədlərindən istifadə edərək yazacağam. 240 3 vur 80-dir. Bu 4 vur 80-dir. Deməli, AC diaqonalı olacaq 5 vur 80. Yəni olacaq 400 metr. 400 metrdir. İndi baxırıq. AC diaqonalı 400 metr. 400 metr. AC diaqonalı üzərində 50 hərəkət edir. 50. İndi Hüseynin hərəkət etdiyi olacaq AB 240. Üstəgəl BC o da 320. 320. Bu da bərabərdir 560 metr. Bu da Hüseyn hərəkət edir 560 metr. İkisi də A nöqtəsindən başlayırlar, eyni anda başlayırlar və C nöqtəsinə eyni anda çatırlar. İndi bizdə deyir ki, Əlinin saatda sürəti 5 kilometrdir. 5 kilometr. Deməli, Əlinin getdiyi yolu mən kilometrə çevirməliyəm. Deməli, AC bərabərdir 0,4 kilometr. Bunu da kilometrə çevirəcəm. Bu da olacaq 0,56 kilometr. İndi Əli deyir ki, saatda 5 kilometrlə gedir. Saatda 5 kilometrlə gedirsə, T saatdan sonra çatırsa, T vurulsun 5 bərabər 0,4'ə. Buradan T bərabərdir 0,4 bölünsün 5. Yəni 4 böl 50. 2'nin 25'ə nisbəti. Deməli, 25'də 2 saata çatır. 25'də 2 saata çatır. İndi tapaq Hüseynin sürətini. Hüseyin getdiyi yol 0,56'dır. 0,56'nı bölməliyəm saata. 25'də 2'yə. Bu da bərabərdir. İndi bunu hesablayaq. 0,56'nı 2'yə bölüb vurmalıyam 25'ə. Bu da cavab çıxır 7. 7 kilometr böl saat. Deməli, Hüseynin sürəti oldu saatda 7 kilometr. İndi isə keçən növbəti 30-cu suala. Bir nəfərin gündəlik su sərfiyyatı 0,2 kub metrə bərabərdir. İstifadəçi satına qədər sutka ərzində daxil olan suyun orta hesabla 5% qədər içki olursa, anbarın səviyyəsini sabit saxlamaqla nə qədər əhalinin suya olan tələbatı demək olar?
Sualın şərti biraz anormal gəlir mənə, nəysə. Baxın, normalda saatda 5000 kub su daxil olur su anbarına. Saatda 5000. Bir sutkada 24 saat olduğu için 24'ü 5'e vursaq, 5000'e daha doğrusu vursaq, olacaq 120 min. Deməli, bir sutkada, yəni bir gündə bu qədər su olur. İndi bu su da istifadəçilərə çatana kimi 5% elə ki buxarlanır. Deməli, bunun 95% qalır da. 120'nin 95% tapacağım. 120 min vur 95 bölünsün 100. Bu da bərabərdir. 2 ilə 0 silinəcək. Yine 1200'ü vurmalıyam 95'e. Elir 114 min. Yani bu kadar su çatır nəyə? İnsanlara 114 min. İndi bir nəfərin də gündəlik su sərfiyyatı 0.2 kubmetr olduğu üçün 114 mini mən bölməliyəm 0.2'ye. Bu da bərabərdir. 114 mini 0.2'ye bölsək elir 570 min. Deməli 570 min, yəni insanın elə bir ki su sərfiyyatı, yəni daha doğrusu suya olan tələbata ödəniləcək 570 min. Yəni bu sualın şərtini xoşlamadım, amma nə bilim. Yəni bu şəkildə yazıblar da.